nəticəmiz var? Ələ. Maqnitin yaxınlığında maqnitin sahəsi daha güclü olur, uzandıqca isə maqnitin sahəsi azalır. Bəli, Başqa bir əlavəli söz verəcəm. Əyləş. Maqnitin yaxınlığında dəmir tozu sıx, maqnitdən uzaqda isə dəmir tozu seyrəkdir. Bu da maqnitdən uzaqlaşdıqda dəmir tozunun maqnit sahəsinin zəifləməsini göstərir. Bəli, bax, tam yeni bir fikir oldu. Uzaqlaşdıqca sahə zəifləyir, yaxınlıqda isə sahə güclüydür. Əyləş, araşdırmalar apardıq. İndi bizdə hazır məlumat var. Biz hamı diqqətlə baxsın, bax, görə nəticələri düz çıxarmışıq mı? Bizim nəticələrimiz düzdür, yoxsa yox? Baxın. Sabit düz maqnitin üzərində güclü şüşə lövhə yerləşdirilir və onun səthinə ələk vasitəsilə dəmir oluntusu səpilir. Maqnit sahəsinin təsiri ilə dəmir oluntusu sürtünməyə üstün gələrək maqnit spektri adlanan maraqlı görüntü yaradır. Qələmlə lövhə ehtimalca döyəşlənərsə, ovuntular yerindən tərpənər və maqnit spektri daha aydın olur. Məzərədən görülür ki, ovuntular maqnit sahəsində müəyyən xətlər üzərində sürmüşdür. Maqnit xətləri adlanan bu xətlər maqnitin qütblərində sıx, orta hissəsində isə seyrək düzülür şəklində. Deməli, qütblərdə maqnit sahəsi güclü, orta hissələrdə isə zəif təsir verir. Düz maqnit ətrafında bir neçə maqnit əqrəbi yerləşdirilir. Əqrəblər dərhal meyl edərək maqnit qüvvə xətləri boyunca düzülür və müxtəlif nöqtələrdə maqnit sahəsinin yaratdığı təsirin istiqamətini göstərir. Əqrəblərin şimal qütbləri sabit maqnitin cənub, əqrəblərin cənub qütbləri isə maqnitin şimal qütbünə istiqamətlənir. Maqnit əqrəbinin şimal qütbünün göstərdiyi istiqamət maqnit sahəsinin qüvvə xəttinin istiqaməti qəbul olunmuşdur. Təcrübələrdən görülür ki, maqnit sahəsinin qüvvə xəttləri qapalıdır. Nəticələrimiz eyni oldu mu? Bəli. İndi ikinci nəticəmizi yoxlayaq. Görək o da dediklər, bizim çıxardığımız nəticə ilə verilən məlumatın nəticəsi üst-üstə düşür, yoxsa yox? Sabit maqnitlərin əsas xassələrini İngilis həkimi Hilbert öyrənmişdir. Onun tədqiqatlarının nəticələri aşağıdakılardır. 1. Hər bir maqnitin maqnit sahəsinin daha güclü olan hissələri vardır ki, bu da onun qütbləridir. Maqnitin iki qütbü var. Şimal M və cənub S. Müxtəlif adlı qütblər bir-birini cəzb edir, eyni adlı qütblər bir-birini itələyir. 2. Sapdan asılan maqnit fəzada müəyyən vəziyyət alaraq yerin şimal və cənub qütblərini göstərir. 3. Maqniti qızdırdıqda o maqnit xassəsini itirir. Məsələn, sabit maqnitin cəzb etdiyi mismarı parlaq qırmızı közərənə qədər spirt lampası vasitəsilə qızdırdıqda o... Evet, bu artıq sizin öyrəndiyinizə uyğun deyildi və orada dayanır material. Sizin yaş həddinizə uyğun olan material hamısı verildi və necədir? Çıxardığımız nəticələr üst-üstə düşürdü mü? Bəli. Və indi mən bayaq qeyd etdim ki, dərsimiz iki pilləlidir. Birinci pilləsi araşdırmalarla idi. İkinci pillə isə fasiləli oxudur. Dərsimizdə nəzəri məlumat var. Açır hamı o fasiləli oxu üçün olan hissədə məlumatı oxuyursunuz. Həmin məlumat çox qısadır, yəni nəzəri məlumatdır. Oxuyun və nəticələri elan etməlisiniz. Görək nə nəticə çıxarırsınız.
Hazırsınız mı? Bu nəzəri məlumat bizim market ekranı verdiğimiz məlumatlara tam uyğundur. Bir də apardığımız araşdırmalardan çıxan nəticəyə də uyğundur. Orada belə məlumat var idi. Maqnit sahəsi haqqında, maqnit sahəsi nədir? Onun neçə qütbü var? Maqnitin qütbləri nəyə bənzəyir? Biz bunu harada müşahidə etmişik? Bu əvvəlki həyat bilgisi dərsində biz buna bənzər nə öyrənmişik? Ona görə də gəlin bu suallara cavab vermək üçün mən sizə müraciət edirəm. Kim mən dediyim suallara, təbii ki, hər bir suala cavab verəcək. Kim cavab verə bilir? Birinci, kim hamı hazırdır? Güllər. Öz ətrafında maqnit sahəsi yaradan cisimlər maqnit adlanır. Daha kim nə deyirlər, Qəmər? Maqnitin üç hissələri maqnit qutbları adlanır. Daha kimdən necə çıxardı? Kimin hansı nəticəsi var? Ulduz. Maqnitlər təbii və süni olmaqla iki yerə bölünür. Təbii maqnitlər yerdən dəmir filsi şəklində çıxardılır. Süni maqnitləri isə insanlar düzəldirlər. Bəli, əyləş, daha kim nəvəsi var? Ayşən. Bu nəzəri biliklərdən çıxartdığımız nəticə aşağı siniflərdə həyat bilgisində yerin coğrafi qütbləri haqqında öyrəndiyimiz məlumatı yadımıza salır. Yerin də iki qütbü var, maqnitin də iki qütbü var. Bəli, daha kimin əlavəsi var? Daha kimin əlavəsi var? Ülkər. Kompas əqrəbinin şimal hissəsi həmişə yerin şimalına, cənub hissəsi isə yer kürəsinin şimalına doğru yönəlir. Yaxşı, əyləş, daha. Proqram. İstəyir ki, öz nəticəmi qlobs dinləyim. Yerin coğrafi şimal qütbü, maqnitin cənub qütbündədir. Yerin Üst-üstə düşür, yoxsa? xeyr, cənub qütbünün yaxınlığındadır. Yerin coğrafi cənub qütbünün yaxınlığında isə maqnitin sahəsinin şimal qütbü yerləşir burada. Bəli, əyləş. Artıq biz nəzəri məlumatdan nəticələrimizi çıxardıq. Bu bizə aşağı siniflərdə öyrəndiyimiz həyat bilgisi dərsindən yerin qütbləri haqqında məlumatlar yenidən yadımıza saldı həmin məlumatı və dərsimizdə biz bilirsiniz ki, birinci tədris vahidinin ən birinci dərsində fizq haqqında mən sizə məlumat verəndə orada fizqi hadisələr var idi və həmin fizqi hadisələr haqqında qısa məlumatlar var idi. Biz əvvəlki dərsimizdə etdiklərimizə bənzər, indi də bir fizqa ağacı yaradacağıq və bu fizqa ağacının kökü olacaq fizqa, budaqları isə olmalıdır hadisələr. Gəlin bir dənə fizqa ağacı yaradaq və bunun kökü olur nə? Fizika. Və onun birinci budağını nə qoyaq? Qəmər? Mexaniki hadisə. Mexaniki hadisə. İkinci budağını nə qoyaq? Kim deyər? Hə, Ayşə. İstilik hadisə. İstilik hadisələri. Daha üçüncü budağını nə qoyaq? Hə, sən deyək. Maqnit hadisəsi. Maqnit. İndi öyrəndik onu. Və sonra başqa bir budağını kim deyər? Hə, bir görün Ruzan. Elektrik hadisəsi. Elektrik hadisəsi. Daha hansı budaq var? Elektrik. Sonra daha hansı budağını qoyaq? Hə, Qadir. Səs hadisəsi, bəli. Səs hadisəsi. Yenə bir budaq yaradaq. Daha hansı var? Nüsrət? İşıq hadisəsi. İşıq hadisəsi. Bu bir budağımız olsun. Yenə bir budaq yaradaq. Daha hansı hadisə qaldı? Hə, Fərlan? Atom. Atom, bəli. Ən müasir dövrün hadisələri. Və qalıb yenə hadisələrimiz var. Deyil, görün nə qalsın? Atom deyildi artıq. Qəmər? Elektromaqnit. Bəli, elektromaqnit hadisəsi. Elektromaqnit hadisəsi. Və sizə rəhli kağızlar, bizim ağacımız var, budaqlarımız var, nəyimiz yoxdur? Yarpaqlarımız yoxdur. Biz indi budaqlarımıza yarpaq qoymalıyıq. Hər bir qrupa fərqli rəhlər verilir. Niyə fərqlidir? Biz yarpaqların sayılmağıyla qrupun nəticəsini biləcəyik. Görək hansı qrup daha çox yarpaq qoya bilir. Və qruplar üçün deyək ki, iyon qrupu, siz mexaniki və istilik hadisələrinə, iyon qrupu, mexaniki istilik hadisələrinə yarpaqlar düzəldəcəksiniz. Sonra atom qrupu, elektrik
elektromagnet hadisələrinə aid. Siz yarpaqları düzəltməlisiniz və sonra gənc fizik, səs hadisələri və nəhayət kvant qrupu, atom və işıq hadisələri. Yarpaqlarınızı hazırlayın. Bunun üçün sizə bir az vaxt verilir. Həmin və yarpaqların sayı qrupların işini bildirəcək. Hansı qrup daha çox hadisələr haqqında məlumat var. Yazın görün. Hazırlayın. Yarpaqların çoxluğu qrupun irəli getməsinə işarədir. Yarpaqların çoxluğu görək hansı qrup daha çox hadisələr saya bilir. Gəlin biz də yarpaqlarımız üçün budaqlar qoyaq. Yazabilirler, çok yazabilirler. Ne kadar yazsalar, ağızların daha çok budağı olacak. Hazırsınız. Hansı grup var? Allah'ına yazın. Müzakirə edə bilərsiniz, sayını artıra bilərsiniz. Hazırsınız. Bir bak yarpaqları. Verin, yarpaqları verin. Görə hansı qrup daha çox yarpaq qoydu. Görə hansı. Bəsdir. Vaxt qutardı. Vaxt dayandı. Artıq yazmaq yoxdur. Hamı yığır vərəqləri. İyon qrupu. Sizdə hansı hadisələr idi? Suyun qızdırılması. İstilik hadisəsi. Bu nədir? Pişiyin qaçması. Bu hansı hadisə olur? Mexaniki. Daha sonra suyun donması belə yaxın idi. İstilik hadisəsi. Suyun donması təkrar yazılıbdır. Təkrar yazmaq olmaz. Sonra bu nədir? Velosipedin yeriməsi. Bəli, mexaniki hadisəyə uyğun gəlir. Sonra təyyarənin uçması. Mexaniki hadisə. Qazın yanması. Qazın yanması biraz yaxşı çıxmır. Siz olar, yaxşı.
Saatın işləməsi bu hansı hadisədir? Mexaniki hadisədir. Suyun qaynaması, bəli, bu hansı hadisəyə uyğundur? İstilik. Sonra günəşin planetlərin ətrafında hərəkət. Planetlərin günəş ətrafında hərəkəti düz oxumamışdım. Bu nə oldu? Mexaniki. Daha sonra suyun buza çevrilməsi, bəli, istilik hadisəsidir. Daha sonra şah